1 manatlıq 1 manat 20 qəpik, 2 manatlıq 2 manat 20 qəpik. Mobil telefon istifadəçiləri son zamanlarda bəzi satış məntəqələrindən danışıq üçün hesablarına pul yükləmək məqsədilə kartları məhz bu qiymətlərlə alırlar. Bəs görəsən, bu qiymət artımından səbəb mobil operatorlarının özləridir, yoxsa satıcı öz başınalığı? Üzərində öz qiymətləri yazılıb, ancaq qiymətindən 10% baha satılır. Bence mən təklif edirəm ki, o bütün Bakı birama satsın. Təklif edici bütün Bakı birama. Yox, mən təklif edirəm ki, o yendirsinlər ki, 1 manat alsınlar da. Bu yendirməlidir ki, 1 manat almalıdır. Son bir neçə gündə bəzi mağazalarda mobil telefonlar üçün danışıq kartlarının qiymətində artım müşahidə olunur. Bağladıblar da yerindən. 1 qəpəyə şey satıram. Ha, 2 qəpək alır da, indi 1 qəpək var. Nə bu arada satanlardır? Ha, o yəni ki, o dükanlarda bahalaşmır. Mobil telefon istifadəçilərinin bəziləri qiymət artımının olduğunu bildirir. Ancaq satıcılar ya kameranı gördüyünə, ya da həqiqətən qiymətin artmadığını bildirirlər. Dayı bunu neçə aldınız? 2 manat. 2 manat. Bu bahalaşıb bəziləri. Yox, mən 2 manat verdim, 2 manat aldım. Bizdə 1 manat. 1 manat. Bu bahalaşma ilə bəzi yerlərdə bahalaşır. Bilmirəm. Sizə onda hansı qiymətə gəlir olacaq? İstəyirdən də 1 manat yazıbsa 1 manata da satmalıdır, təbii ki. İndi də bir kontur lazımdır, başa çıxmalı. 1.10 yazırsa, deməli orada nəsə var da, yəni bu düzgün söhbət deyil. Xeyr, mərkəzdə elə bir şey yoxdur. Bəzi mağazalarda 1 manatlıq danışıq kartını 1 manat 10 qəpiyə görmək mümkündür. Üstünə yazdı bu qiymətə. 1 manatsa 1 manat. 1 manat. Bir burada var, göstərə bilərəm. Bir də qalır 1 qəpik. Sən bu da sərf eləmir, az qardan satmayarsan. Yəni, sonra məcbur qalıb alsın, istərsiniz. 1 manat 10 qəpiyə. 1 10-a, 1 20-yə də olur bacım. Bir şeyin ki, üstünə yazılıb 1 manat. 1 manat 10 qəpiyə ona verəndə. Aydın məsələdir, amma sən nə edib, sənə sırası kontur lazımdır, bu da bu qiymətə verir. Ancaq mobil operatorlar qiymətlərinin onlar tərəfindən artırılmadığını bildirir. Artış varsa qiymətdə bu yalnız öz başınalıqdır və bu satış məntəqələrinin öz elədiyi siyasətdir. Yəni onun mobil operatoruna heç bir aidiyyəti yoxdur, çünki Adersel şirkəti öz kredi kartlarının heç bir qiyməti qaldırılmayıb. Baksel şirkəti qiymət siyasətinə, məhsulların qiymətinə heç bir dəyişiklik eləməyib bu yaxın zamanlarda. Bazarda mövcud olan qiymət artımı sırf o pərakəndə satış obyektlərinin özünün verdiyi qərardır. Onlar müxtəlif satış obyektləridir. Bakselin də onlara heç bir hüquqi nöqteyi nəzərdən təsir mexanizmi yoxdur. Baksel öz növbəsində məhsulların üzərində qiymətini, təyin etdiyi qiyməti, pərakəndə satış qiymətini qeyd edib. Operatorlar həmçinin istifadəçilərə kartları rəsmi mağazalardan almağı məsləhət görüb. Danışıq kartlarını pərakəndə satan Faiq Mustafayev isə kartları payladığı mağazalara alınan qiymətlə satmaq sərf etmədiyinə görə qiymətlərin artdığını deyib. Yəni bəziləri satır 1 manat, bəziləri də son qəpik qoyub satır. Faizinə görədir. Faizinə görə, yəni sərf eləmir də, ya kassaya vursa ona bir şey qalmır ki. Sizdən ucuz verməkdir. Məndə mağaza öz qiymətə ki, mən 1 qəpik, orada mağazin 1 qəpiyə götürüb onu 2 satmaya da bilər. Yəni onu sərf eləmir o.